Salam əziz şagirdlər. Bugün elektromaqnit dalğaları mövzusuna toxunmaq istəyirəm. Elektromaqnit dalğalarında biz bilirik ki, bəzən elə məsələlər olur ki, bizdən elektromaqnit dalğasını yayılma istiqamətini təyin etməyi tapşırır və bu zaman şagirdlər bir qədər çaşırlar ki, hansı üsulu tətbiq etmək daha yaxşı olar. Mən sizə bugün ən səmərəli üsulu qeyd edəcəm. Deməli, biz bilirik ki, elektromaqnit dalğalarında iki dənə vektorumuz olur. İntensivli vektoru E və bir də induksiya vektoru B. Bu Y ilə B bir-birinə eyni fazada rəqs edir və onlar arasındakı bucaq sıfıra bərabər olur da. Yəni fazalar fərqi sıfıra bərabər olur. Eyni fazada rəqs eləyirlər. Deməli, bu məsələyə gəlin baxaq. Deməli, bizdə üç ölçülü koordinat sistemi verilib. Bizdə dalğanın yayılma istiqaməti verilib Y oxu üzrə, Z oxu üzrə elektrik sahəsinin intensivliyi verilib və bizdən induksiyanı tapmaq tələb olunur. Deməli, bu tip suallarda yaxşı olar ki, dalğanın yayılma istiqamətini tapmaq üçün sol əl qaydasından istifadə edək. Deməli, sol əlimizi elə tutaq ki, induksiya xətlərimiz, yəni B vektoru ovucumuza perpendikulyar daxil olsun. Bu zaman 4 barmaq intensivli istiqamətində yönəlsin. 90 dərəcəli bucaq altında açılan baş barmaq isə deməli dalğanın yayılma istiqamətini göstərəcək. İndi gəlin bu məsələdə tətbiq edək. Deməli, mən nə etməliyəm? Deməli, bu Z oxu əslində şəkil müstəvisindən bizə doğru olduğunu göstərir. Üç ölçülü təsəvvür etsək əgər, ona görə də mən sol əlimi elə tutmalıyam ki, deməli, intensivli istiqamətində yönəlsin 4 barmağım və baş barmağım isə yönəlsin Y oxu üzrə, yəni V vektoru istiqamətində yönəlsin baş barmağım. Bu zaman ovucum görürsünüz ki, deməli, sol tərəfə baxır. Ona görə də intensivlik vektorunun, daha doğrusu induksiya vektorunun ovucuma perpendikulyar daxil olması üçün induksiya vektorum soldan sağa yönəlməlidir ki, ovucuma daxil ola bilsin. Ona görə də induksiyamız X oxu istiqamətində yönələcək. İndi gəlin həmin qaydanı digər bir məsələyə tətbiq edək. Burada isə bizə verilib məsələn induksiya, daha doğrusu intensivlik Y vektoru Y oxu üzrədir, induksiya vektoru Z oxu üzrədir. Bizdən dalğanın yayılma istiqamətini istəyir. Yenə də deməli əlimi elə tutmalıyam ki, induksiya vektorum ovucuma daxil olsun. Siz görürsünüz ki, burada induksiya vektoru sanki şəkil müstəvisindən bizə doğru yönəlir. Ona görə də mən ovucumu elə tutmalıyam ki, induksiya vektoru ovucuma daxil olsun. Bu zaman 4 barmağımız intensivlik istiqamətində olur. Baş barmağımız isə dalğanın yayılma istiqamətini göstərəcək. Yəni dalğanın yayılma istiqaməti X oxu istiqamətində olacaq.